özel. Gitmişsen her gece hatireleri, üstüme örtülen tellerin kimi. Yağışlar, küləklər döyür qapını, senin o titreyen ellerin kimi. Bilirəm gitmişsən, bilirəm yoxsan, qapımı yüzüme açanım hanı. Açıram qapını, otaq qaranlıq, uşaq tək üstümə qaçanım hani. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm günə bərabər oldu. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm min günə bərabər oldu. Etmişsən gözümdən, bilirəm yoxsan, səni gözləyirəm hər axşam səhər. Körpək uşaq kimi kövrək olmuşam, məni kim dindirsə boğacaq yər. Getmişsən mənzili düşür yaman, soyuqdan istidən ürəyim yanır. Səni axtarıram, bilirəm yoxsa, divarlara hopan səsin oyanır. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm min günə bərabər oldu. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm min günə bərabər oldu. Getmişsən gözümdən, bilirəm yoxsan, səni gözləyirəm hər axşam səhər. Körpə uşaq kimi kövrək olmuşam, məni kim dindirsə boğacaq qəhər. Getmişsən mənzilim üşüyür yaman, getmişsən soyuqdan ürəyim yanır. Səni axtarıram, bilirəm yoxsan, divarlara hopan səsin oyanır. Divarlara hopan səsin oyanır. Bir günüm min günə bərabər oldu. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm min günə bərabər oldu. Bilirəm getmişsən, səni gözləməkdən gözlərim soldu. Bilirəm ki yoxsa bir günüm min günə.
Mahnılar var, hansı ki illər keçəcək, əsrlər keçəcək, qərinələr keçəcək, amma hər zaman Azərbaycan musiqi tarixində yaşayacaq. O mahnılardan birini dinləmiş oldunuz. Bu axşamki dəyərli qonağımız Azərbaycanın və Dağıstanın xalq artisti Zaur Müəllim Rzayevin ifasında xoş gəlmişsiniz. Səfa gətirmişsiniz. Nə yaxşı ki, gəlmişsiniz bizə. Sizi görməyə çox şadıq. Çox sağ olunuz ki, dəvət etmişsiniz. Çox sağ olunuz ki, keçmişimizə sevgi, məhəbbət göstərirsiniz. Bu oxuyacağım musiqilər hamısı bizim keçmişimizdir. Keçmiş də bugündür, bugün də gələcəkdir. Və əlbəttə Nadir Əzimova buradan öz sevgi, məhəbbətimizi bildirək. Salamlayırıq. Sabir Abdinova öz sevgi, məhəbbətimizi bildirək ki, belə gözəl, belə qüdrətli əsərlər yazıblar. Bilmirəm, getmişəm. Bunu sevgi üçün də oxumaq olar. Sevdiyin qız üçün də, qadın üçün də oxumaq olar. Ən kədərli günündə, ən əzizin dünyadan köçəndə də Allah eləməz. Bu musiqin olar. Bax, musiqi budur. Bu şəhərdir, ölkədir. Bu görünür, bu insanları çağırır, bu insanları səfərbər edir. Bu bizim şəxsiyyət vəsiqəmizdir. Ona görə xoş bizlərə ki, bizim belə musiqimiz var. Siz də çox sağ olunuz ki, Kazımcan. Siz həm zaman çox qiymətli türklər demişkən, kalitəli əsərlərlə yaşayırsınız. Əlbəttə, sən cavansan. Çox sağ olun. Hər zaman izləyirəm səni. Yəni, başqa kanallara baxıb, olduqca pəcmürdə olur, amma sizlərə baxanda... Çox minnətdaram Zaur müəllim. Sizin kimi dəyərli ifaçıdan, musiqiçidən bu sözləri eşitmək əlbəttə məni qürurlandırır. Təklif edirəm ki, əyləşək və söhbətimizi oradan davam etdirək. Axşamınız xeyir olsun, özəl başladı. Bəli, özəl davam edir. Hörmətli tamaşaçılar, axşamınız xeyir olsun bir daha. Bu axşam Zaur müəllimi dəvət etdim studiyamıza. Zaur Rzayev, Azərbaycanın xalq artisti. Xoş gəlmişsiniz bir daha. Verilişə başlarkən nostalji duyğulardan söhbət açdınız, dünəndən danışdınız, keçmişdən danışdınız. Mənim üçün maraqlıdır. Sənətinizdə ən çox hansı anı yenidən yaşamaq istərdiniz? Əlbəttə ki, bu sənət əsl sənətdən, əsl sənətkarlıqdan söz gedirsə, bu söz çox ağır, qüdrətli bir sözdür. Mən onu deyim ki, Kazımcan, mən təpədən dırnağa qədər musiqiçiyəm. Bəli. Mən Mədəni Maarif Texnikomunun xor dirijoru qurtarmışam. Mən Asəf Zeynallarla Bakıda Musiqi Texnikomunun xanəndəlik sinifin, xanşünusun sinifində qurtarmışam. Onu ilə kifayətlənmir bir günləri Respublika Sarayında dövlət tədbiri idi, ulu öndər də olacaqdı. Rəşid Befdov konsert arası mənə qayıtdı, mən də bir mahnı oxuyacaqdım. Dedi, Zaur, sənin çox gözəl savadın var, səsin var, amma konservator savad almaq lazım. Getdim 6 ildə vokal oxudum, yəni 16 il musiqi təhsilim var mənim. Yəni not, harmoniya, solfejiya, onların hamısından anlayışım var yüksək mənada. Yəni o anlar ki var, sənət elə bir şeydir ki, o heç vaxt sönmür, yanır. Bir də görürsən, çəkilirsən özüvə. Oturursan, fikirləşirsən ki, o günləri mənim çox əziz dostum Seyran Səxavət bir gözəl söz dedi, böyük şairimiz, yazıçımızdır. Deyir ki, aparıcılar var. Özləri səhnədə apara bilmirlər, amma aparıcıdırlar. İndi anlayamıram ki, onlar məni nətər aparacaqlar. İndi bu sənət belədir ki, indi hamı deyir, amma bu siz deyən sualın cavabı odur ki, bu yanar ulduzdur. Bir də görsəm parlayır, bir də görsəm mən çəkilirəm özümə, görünmürəm, istəmirəm. Amma bir də görsən içərimdə o sənət ki var, o məni rahat buraxmır. O məni rahat buraxmır, deyir, oxu, məsələn, mənim yaşım bir xeyli var. İstədiyim vaxt mən canlı elə gözəl oxuyaram ki, inanın ki, yəni onun üçün, necə deyirlər, məni özümə qaytarmaq lazımdır. Onun üçün o aparıcılardan, o ətrafda camiyyədə olan adamlar yerə diqqət edir. Yəni ona görə sənət, Rəşid Beyevdov ölərki gününə qədər oxudu. Mirzə Babayev 87 yaşına qədər oxudu. Bəli. Yəni sənət olduqca qüdrətli bir şeydir. Ona görə əlbəttə Azərbaycan musiqisi, Azərbaycan sənəti
o qədər yüksəkdədir ki, əfsuslar olsun ki, indi çoxları bunu bilmir, tanımır, eləmir. Amma sizlər sağ olun ki, yenə də deyirəm ki, bu böyük sənətkarları biz yad edirik. Onları axtarırıq, tapırıq. Mütləq. Keçmişimizə hörmət göstəririk. Keçmişinə güllə atanın gələcəyin top atırlar. Mütləq. Bəli. Yəni bax belə bir şeydir. Yəni sənət hər zaman var. Bir sualım da olacaq. Hər bir insanın, burada təkcə sənət adamının deyil, başqa bir vəzifənin insanı da biz həyatımız boyu qazanmırıq axı. Bizim itirdiklərimiz də olur. Elədir. İllər ərzində sənətdə itirdikləriniz qazandıqlarınıza dəydimi? Bilirsiniz, itirdiklərim odur ki, əzizlərimi itirmişəm. Bu təbii prosesdir, bu olmalıdır. Amma baxanda çox qazanmışam. Deməli dəydi. Dəydi, əlbəttə, hamısı sənətlə qazanmışam. Yəni, kiminsə kimi olmamışam. Kimsə deyəm, amma möhtərəm prezidentimiz mənə 2 dəfə ev verib. Yəni, bunu verib. Bunu mən nətər deyəm, Ulu Öndər mənə xalq artisti verib. Bəli. Dağıstanın mən hələ əməkdar incəsənət xadimiyəm. Xalq artistiyəm. Yəni, bunu mən öz sənətimlə, öz səliqəmlə, öz səhmanımla, öz ağlımla, o türklər demişkən kafanı çalışdır, paranı qazan. Kafa çalışmasa mümkün deyil. Hər sənət adamı güclü ifaçıdır, yaxşı ifaçıdır. Amma gəlin görək ağıl varmı? Yoxdur. Ona görə onu çox gözəl vurğuladınız ki, ağlımla. Hamısı bir yerdə olmalıdır. Əgər böyük sənətin varsa, sənin insanlığın da gözəl olmalıdır. Sənin insanlığın da sənətin qədər tamamlanmalıdır. Tamamilə doğrudur. Bunu hər zaman da söyləyirəm. Tamaşaçılarımız şahiddir və yaxşı ki, sizin kimi dəyərli sənətkar da bir daha bu dediklərimi sübut etdi. Hal-hazırda həyatınızda sizin tam başqa bir mərhələdir. Yenə də baxıb qürurlandığınız, mən bütün valideynlərə arzulayıram ki, onların övladı, onların fəxri olsun. Onlara baxsınlar, qürurlansınlar. Təəssüf ki, hər övlad da valideynin, necə deyim, könlünü oxşamır. Hər övlad da yararlı övlad olmur vətəni üçün, ailəsi üçün, valideyni üçün. Amma sizin övladınız Azərzadə, belə deyək, onun ləqəbi belədir, yəni musiqidə ləqəbi belədir. O deyir, Lütfüzadə var. Bəli. Və Azərzadə. Azərzadə. Çünki Avropada Rızadə deyəmirlər. Rusiyada deyə bilmirlər bunun üçün. Həm də indi bu show biznes deyirik də, bu musiqi aləmində belə ləqəblər, adlar həm də qısa olması çox önəmlidir. Ona görə də çox doğrunu seçib, yeri gəlmişkən Allah saxlasın, Allah qorusun. İzləyicə bizi salamlarımızı çatdırıq və bir tamaşaçı olaraq, bir Azərbaycanı sevən biri olaraq Azərbaycan musiqisini təmsil etdiyi üçün xarici ölkələrdə ona minnətdarlığımızı bildiririk. Hal-hazırda həyatınızda yeni bir mərhələ onunla bağlıdır, Azərzadə ilə bağlıdır. Çünki sizin başınızı uca edir, Azərbaycan musiqisinin başını uca edir, Azərbaycanın ümumilikdə başını uca edir. Biraz istəyirəm övladınızdan danışaq. Buyurun, Zarmən. Əlbəttə ki, çox maraqlı bir yerə toxunursan. Yəqin ki, sən də valideynsən. Əlbəttə. Allah sağ olasın. Çox sağ olun. İnsanın həyatda qayıtdığı, cavanlıqda qazandığı, həyatda yaşadığı anların içərisində ən böyük mükafat evladdır. Bəli. Onu hansı ki, uca Tanrı sənə verir. Çoxları görsən cavanlar var, həyatda müəyyən mənada problemlərlə rastlaşanda Tanrıya da qarşı çıxır. Amma həyat mübarizələrlə doludur. Bunlar olmasa bunları sən də, mən də keçirik, keçəcəksən. Mübarizə davam edir. Əlbəttə. O mübarizə olmasa yaxşı günlər olmaz. Yəni, evlad elə bir qüvvədir, elə bir gücdür ki, əlbəttə söhbət yaxşı evladdan gedir. O sənin elə bilədir ki, cavanlıqda qazandığın ən böyük var dövlətdir. Puldur qoymusan banka. Qazana da bilərsən, itirə də bilərsən. Bəli. Artıra da bilərsən, itirə də bilərsən. Bəli. Param 2 oğlumdur. Biri polis mayorudur. Biri ilk Azərbaycanlıdır ki, La Scala kimi 400 il tarixi olan akademiyanın məzunudur. Nə gözəl. Bu dəqiqə Şveysariyada da 4 dənə böyük tamaşanın baş rolunda oynayır. Orada orkestr, orada yüzlərlə xor, orada əcnəblər. Amma onların içərisində İtaliyada da böyük səslər var, Avropada da. Amma bunu dəvət edirlər 3 ay, 4 ay, 5 ay qabaqcadan kontraktlar bağlanır ki, Azər oxumalıdır. Yəni bunun adı orada vurulanda artıq Azərbaycan demək. Bəli. Əlbəttə bu mənə qürur verir. Bu mənə hərdən özünə deyirəm Azər, sən mənə şans verirsən yaşamağa.
Ümid verirsən, stimul verirsən. Yəni, həqiqi mənada ki, mənim zəhmətim batıb gedməyib. Nə gözəl. Zarafatı salıb hərdən deyirəm, sən mənim bugün 34 yaşım, mən sənin 34 yaşını yaşayıram. Sən də mənim 73 yaşımı yaşayırsan. Təsəvvür getir ki, onun danışığı, ədası, səsinin tembri, məsələn, dövlətimiz onu çox sevir, onu qiymətləndirir. Bayaq göstərdim sizə, Avropada ilk diski buraxılan evladdır. Fondun, yəni təşəbbüsü ilə o Mehriban xanımı Allah sağ eləsin, var eləsin. Yəni çox gözəl anlar olur, olduqca qiymətli anlar olur. Biz onları yəni qiymətləndirməliyik, bilməliyik. Çünki Azərbaycan xalqı özü təpədən dırnağa qədər musiqidir. Bəli, yaradıcı insanlarıq. Üzeyir bəyin bir uvertür əsəri. Bəli. Büsbütün Azərbaycan deməkdir. Orada Qız qalası var, İçəri şəhər var, Qarabağ var, düşmənlər var, hamısı nəzir. Rəşid Beybudoy, Müslümü götürür. Yəni bu insanlar Azərbaycan xalqının gələcəyi deməkdir. Yəni ona görə əlbəttə mən qürur keçirirəm ki, belə gözəl evladlarım var. Bəli, mən təklif edirəm ki, Azərbaycanımızın son illərdə qeyd etdiyi bayramlar, xüsusi günlər bir başqa şövqlə, bir başqa sevinclə qarşılanır. Çünki biz 30 ildən çoxdur həsrətində olduğumuz Qarabağımıza qovuşduq, Şuşamıza, Laçınımıza qovuşduq. Çox şükür Yaradana və siz də o müqəddəs torpaqlara ayaq bastınız. Bəli, Azərlə oğullarla. Görüntülərimiz var bizim, görüntülərimiz var. İkimiz oxuduq, duet oxuduq. Bəli, elə onu deyirəm ki, Azərzadə ilə bərabər sizin bir görüntünüz var. Gəlin izləyək, bir daha xatırlayaq o günləri. Bir də onu da deyim ki, Azər artıq olub Azər Zavuroğlu. Azər Zavuroğlu. Dedim ki, xaricidə Zadə qeyd, Rusiyada başqa deyil. Amma Azərbaycandan xaric edirəm Zavuroğlu. Azər Zavuroğlu. Polad Bülbüloğlu, Emil Sabitoğlu. Mən də sizin adınızı yaşatmış olub. Yəni bu mənim zəhmətimdir. Deyir, ata baş üstə. Çoxdan da mən bunu gözlərdim, utanırdım deməyə, dedim, indi də geç. İzləyək. Yine sen geldin ey şirin hayal, bir nalsan sen yanırsan ömrüme. Gel ümit kimi, gel güneş gibi, gel gönlümüz ferah ey yar. Her zaman Bu məni nəzərdə tutur. Bu ideya Azərindir. Ömrümə ümidi işıq gətirsən, bəni yaşad. Xəyal elə bir ki, Zavura aiddir. Deyir, yenə sən gəldin, ey şirin xəyal. Yəni, bunları xəyalında atasını canlandırır. Yəni, bu obrazı yaradır və çox gözəl dalınır. Və az öncə qonağımız Zaur Rızayevin bax, o söhbət açdığı disk budur. Bizi hədiyyə gətirib, çox sağ olun. Sağ olun. Burada 14 əsər var, hörmətli tamaşaçılarımız. 14 əsər xaricdə işıq üzü görən, bax bu CD, bu disk. Heydər Əliyev fondu, başda bizim əzizimiz Mehriban xanım olmalı. Bu kasetin işıq üzü görməsində şəxsən özünün imzası var. Nə gözəl, nə gözəl. Bütün valideynlərə arzularam ki, övladları ilə bax bu cür fəxr etsinlər. Amin. Və bayaq dediyiniz kimi, hər şeydə ən önəmli məqam ağıldır da, insanın ağlı. Yəni, bəzən bizim sahədə çox yaxşı sənətkarlar olub, gözəl səslər olub. Əgər onların biraz da bununla hərəkət eləsəydilər ağılla, onlar daha böyük uğurlar əldə edərdilər. Təəssüf ki, bəziləri aramızda heç yoxdur. O ağılsızlıqlarından çox təəssüflər olsun. Bir görüntümüz də var.
Azərzadə ilə bağlı. Onun Xarı Bülbüldə çıxışı, Xarı Bülbül festivalına çıxışı bir deyil, bir neçə. Demək olar ki, hər il o bu il də dəvəti mötəbər var. festivalda iştirak edir. Bir görüntümüz daha var, izləyək. Ömrüm günüm bağlı sənə, şan şöhrətli Azərbaycan. Əzəl gündən alasan mənə, ey qüdrətli Azərbaycan. Əzəl gündən ovulan sənə, müqəddəs daşım var, torpağım var, bizə candan da əzizdir. Üç rəngli müzəffər bayrağım var, günəş qədər o təmizdir. Özəl. Zahir müəllim, bu boyda musiqiçilər, müşayiət, yəni bu artıq onun doğrudan da necə bir peşəkar olduğundan xəbər verir. Allah sizi qorusun, baxasınız, Allah fəxr bütün edəsiniz, evlatları qorusun. fəxr edəsiniz övladınızdan. Azərbaycanın böyük gələcəyi var. Azərbaycanda yetişən bu dəqiqə gənclik Bəli, ən böyük arzum, istəyim odur ki, savad alsınlar. Cahilliyə getməsinlər. bəli. Kiminsə kimi olmasınlar. Hər şey, bax siz cavanlarsınız, burada baxıram, görürəm. Hamınız yaradıcı insanlarsınız. Təşəkkür edirik. Və bununla qane olursunuz. Başqa yollara getmirsiniz. Yəni durursunuz, o Habil Əliyev Allah rəhmət eləsin, onun çox möhtəşəm sözləri vardı. Həmişə bir söz deyirdi ki, indi elədir ki, heç yerdə özünə iş tapmayan, güc tapmayan, iş güc çoxdur, gəlir keçir oxumağa. O vaxtı deyib hələ o sözü. Çox iyi, 20 il. Vay. İndi bugün sağ olsaydı görün nələr deyərdi də. Ürəyi partlayardı. Bugün eynən. Bugün ondan da betərdi. Yəni Elə dəhşət. yolunu azanlar, Çox. özünü bu sahədə elə bilirlər ki, elə oxudun, oynadın, bu işıqlar, bu zər, bu görüntülərlə hər şey bitir. Elə deyil. Elə deyil. Bu bizim işimizin bu tərəfidir. Yəni səhnə, amma bunun arxasında o qədər əziyyət, o qədər əmək durur və o qədər çətinlik və bəzən haqsızlıq tələb edir. Bu dekorasiya, bu rənglər, bəli, bu görüntülər, bunlar hamısı sizin Əməkdir, beyninizin məhsuludur. bəli. Onun üçün indiki musiqilər ayaq musiqisidir, ayağa çalınır. Hə, O oynamaq. bir söz var, deyir ki, bir şey oxu, oynayayım, amma oxumağa oynaması da. Biz cavan olanda oxumuşuq, qoy gülüm gəlsin, aynənə. Belə şeylər oxum, yoxsa... O da özü-özündə çox yaxşı mahnıdır. Yəni, indiki... Yox, çox gözəldir, yaxşı yox. İndiki mahnılar... Anda indiki mahnıdır canım, elə mahnı olmaz. Onlar... Bilinmir hansı ölkənin musiqisi, ümumiyyətlə, mənşəyi hardan gəlir. Düzdür, gəlin növbəti bir mahnı işlək sizdən. Bu arada... Yenə mi düşün bunu? Bəli, bu arada söyləyim ki, görüntülərimiz təkcə bu deyil. Zaur müəllim, biz sizin tələsməyin düşməyə, Zaur müəllim tələsməyin düşməyə, deməli biz sizin necə dostcanlı olduğunuzu bilirik. Həmkarlarınızla, sənət yoldaşlarınızla, onlarla da bağlı maraqlı sujetlər hazırlamışıq. Birazdan izləyəcəyik. Allah razı olsun. Çox sağ olunuz ki, məni yüksək mənada xalqa təqdim edirsiniz. Layiqsiniz siz buna. Mən özüm, insan var ki, imkanı olsa efirdə yatar və yatırlar da. 4-5 kanaldır, oradan çıxırır, oradan ora. Amma anlamır ki, inanın ki, o qədər pis görünür. Bu güllü pəncərələrlə çıxırlar filan. Amma gərək kişi də sanmalı olur, kişi sanmalı olmalıdır, qadın olsun. Yəni bunlar nə görkəmə salırlar özlərini filan. Yəni ona görə inşallah Allah prezidentimizin canını sağ eləsin. Amin. Erməniyə dəmir yumruq vurdu. Elə başa düşürəm ki, vaxt zaman gəlib ki, bizim indi sənətimizdə bəzi adamlara yumşaq şillə gələcək ki, bəsdir. Belə bir gözəl ölkənin, belə bir cahi-cəlalı olan ölkənin bu kütlə niyə bu vəziyyətdədir? Hamısının beyni yuyulub. Yuyulub, bir dənə Tofiq Qulliyevə, Cahangirova
bir nəfər elə oxuyur ki, 100 nəfər kimi. Bir nəfər. O 100 nəfər də bir nəfər kimi oxuyur. Monotonlu, eyni not, eyni fikir, eyni ağlaşma. İndi mən bir mahnı oxudum. O konservatorda artıq dərslikdir. İstəyirsən inkişaf eləyirsən, onu oxu. Sənətdə qalmaq istəyirsən, onu oxu. Bax, bu. Necə Buyurun. Hatıralar sarmış dört bir yanımı, baktım her yerde yüzün duruyor. Ben seni düşünmek istemesem de, bana her şey seni hatırlatıyor. Hatıralar sarmış dört bir Gökyüzünde güneş o gözlerini, çatlayan topraklar bu hasretini, yakılan her ateş bitmez sevgini, bana her şey seni hatırlatıyor. Hatıralar sarmış dört bir yanımı, baktığım her yerde izin duruyor. Ben seni düşünmek istemesem de, bana her şey seni hatırlatıyor. Beraber yürüdük bu yollarda, beraber ıslandık yağan yağmurda. Şimdi söylediğim tüm şarkılarda, bana her şey seni hatırlatıyor. Bana her şey seni hatırlatıyor. Çok sağ olun bu güzel Sağ olun. ifaya göre. Sağ Ben olun, sağ olun. bu mahnı ilə bağlı əlbəttə mənim xatirələrim də var özümə görə, amma sizin qədər ola bilməz. Elə deyilmi? Mən İnşallah sizdən məndən də çox olacaq. İnşallah. Çünki yaradıcı insansınız. Çox təşəkkür edirəm. Şabansız axı. Mən nə sual vermək istirdim sizə? Bax, mən özüm indi dinlədim. O qədər fərqli duyğular yaşadım. Əlbəttə çox xoş idi mən o duyğuları yaşamaq. Siz nə duyğular keçirdiniz? İllərin lent yazısını dinlədiniz də, bax təkrarən neçə il bundan öncə oxumusunuz. Oxuyarkən hansı hissləri keçirdiniz və o anı xatırladınızmı bu mahnının studiya yazısı zamanı? Nə hisslər keçirdiyinizi? Faiq Süzəddinov mənim çox əziz dostumdur. Salamlayırıq Faiq müəllimə də. Böyük bəstəkarımızdır. Bəli. Onun orkestridir və o aranjman eləyib bunu. Onun ifasında oxumuşuq. Bilirsən, mən mahnı oxuyanda onu özümünki eləyirəm. Orada mütləq özümü görməliyim. Başqa cür ola da bilməz məncə. Başqa cür mümkündür. Burada bütün mənim həyatım, bütün sevgim, məhəbbətim, bütün ata, ana, vətən. Mən onu deyim ki, 22 il ordunun ansamblinin bədii rəhbəri olmuşam. Yəni təpədən dırnağa qədər mən türkəm, vətənpərvərəm. Yəni buna fəxr edirəm. Bu xatirələr də elə bir şeydir ki, xatirəsiz insan olar.
Hər günün öz xatirəsi var. Gününüzdə Hər bir zaman yaşın öz gələcək, xatirəyə xatirəsi var. çevriləcək. Mən buna qulaq asanda həm kövrəlirəm, Bəli. həm deyirəm, min şükür ki, bunu oxumuşam. Həm deyirəm, min şükür ki, mən varam. Nə yaxşı ki oxumuşam. Mənə lazımdır ki, 10 milyon hamısı bunu sevsin. Bunun Əlbəttə. öz adamı var. Bəli. Mən ancaq onlar üçün oxuyuram. Hər kəs üçün oxumaq olmaz. Bu stadiondur, boksdur, hamı bir-birini vursun. Yəni olmaz. Maraqlı Ona görə müqayisə canım idi. yüzüm. Çox Musiqi sağ olun. sizin cavanların, düşünən beyinlərin, daxili mədəniyyəti güclü olan insanların, onu böyük Türk dünyasının lideri Rəcəb Tayyip Ərdoğanın ən sevdiyi mahnıdır. Mən hər zaman görürdüm bu oxuyur, deyirdim adama bunu oxumalıyam. Və bu orkestrlə də oxumalıyam. Yəni hər bir mahnı özü özlüyündə bir insan ömrüdür. Bəli. Bir şəhərdir, bir görüntüdür, bir səsdir. Bəli. Ona Doğru. görə yaşasın musiqi. Bu axşam studiyamıza Azərbaycanımızın Dağıstanın xalq artisti Zaur Uzayevi dəvət eləmişik. Zaur müəllim, bir daha xoş gəlmisiniz. Əgər hörmətli tamaşaçılarımız, verilişimizin çox maraqlı hissəsi, birinci hissəmizdə olduqca Zaur Uzayevdən dəyərli sözlər eşitdik. Musiqi ilə bağlı, sənətlə bağlı, insanlığa dair. Mütləq YouTube-da da baxın bizim bu verilişimizə. Son illərdə belə bir söz var. Deyirlər ki, bir sahədə ki, rəqabət var, orada dostluqdan söhbət gedə bilməz. Amma bu son illərdə bu söz daha çox yayılmağa başlayıb. Amma mən 85-ci ildə anadan olmuşam. Maşallah. Və Allah saxlasın. Hələ çox sağ olun. 90-91-də artıq necə deyirlər, ağlım kəsirdi də. Yəni artıq görürdüm və mən görürdüm ki, o vaxt sənət aləmi, sənət dünyasının musiqiçiləri, bilmirəm, şairi olsun, bəstəkarı olsun, bir-birinə çox mehriban idilər. Təbii ki, o zamanlar da yəqin ki, baş verirdi müəyyən mübahisələr, amma bunlar həmişə kulisdə qalırdı. Yəni bunu tamaşaçı görmürdü və bunu işıqlandıran bir veriliş də yox idi və kanal da yox idi. Yalnız dövlət televiziyası idi. Evet. Biz ancaq sizi hamınızın bir-birindən çox xoş, mülayim münasibətini görürdük. Mən soruşmaq istəyirəm, Zaur Uzayevin bu sahədə dostları kimlər olub? Əlbəttə ki, həyat elədir ki, insanın dostu yoxsa o yaşamır. Bəli. Aşıq Cuma deyir ki, canı yana ya bir olar, ya iki, sirri bilən ya bir olar, ya iki. Bəli. İnsanın da elə kimi gördü, dostumdur. İndi vəzifə dostu var, Pul dostu imkan var. dostu var, pul dostu var. Adətən də işıq hara gəlir, hamı ora qaçır. Çox doğru. Məsələn, mən 70-ci illərdə 18 yaşım vardı. Bir Dilbərim xalq mahnısı oxudum. O mahnı necə Qədir Rüstəmovun ifasında sonar bülbüllər parlamışdısa, bu Dilbərim də elə parlamışdı. Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz. O Dilbərim? Yox. Hə, başqa? Dilbərim, Dilbərim, xanlıdır. Çox gözəl, möhtəşəm, çox çətin və heç kəs onu oxuya bilmir indiyə qədər. Nə qədər eləyirlər, birinin ifasında mümkün deyil. Ümumiyyətlə, mən həmişə zor şeylərə girişmişəm, çətin şeylərə. Onu öyle hərdən deyirəm, bir adam mənim mahnımı oxumur. Deyirəm, bir şükür ki, oxumur. Çünki onun duzun, istootun, nanəsini, o birisini eləyə bilməyəcək, pis vəziyyətdə qalacaq. Qoy dinləyicinin hafizəsində mənim səsimlə qalsın. Bəli. Məsələn, mənim dostum olub Avtancıl İsrafilov. Habil Əliyev 70-ci ildə məni görən kimi ovladı elə bil, ovsunladı. Ayda 20-25 gün toylara gedirdik. Axırda mən Habil müəllimə dedim, o kişi cavan uşağam, mən şəhərdə falan. Bıraxın çıxıb gedim, özümün işlərim var, öz toylarım var. Mesela bu gün Bükətdə, bu gün o rayonda, bu gün Lənkəran, bu gün Masallı falan. Dedi, oğlum sənət belə deyil, 10 min qapısında böyürsən. Yəni, çox böyük sözdür. Əlbəttə çox. O da çox mükəmməl bir insan idi də. Ona hətta savadsız akademik deyirlər. Onun bir sözündən 5 məna çıxarmaq olarlar. Amma əsl dostluğum olub İslam Rızayevlə, amma qəlb dostluğum olub Avtancıl İsrafilov. Ölərki gününə qədər Allah rəhmət eləsin. Ayın 29-10 ilidir, qəbrüstü olacaq inşallah. Demək, onun mən başının üstü olmuşam. Buradan Zemfir xanıma Əzvərə salamımı deyirəm, Aydına salamımı deyirəm.
Çünki avtomobil olduqca müqtədir sənətkar idi. Bəli. Sənəti ilə bərabər çox yumor hissi olan bir insan idi. Vətənpərvər bir insan idi. Nə gözəl. Yəni dünyəvi bir sənətkar idi. Mən onu Yaponiyada, Hindistanda, Daşkənddə, nə bilim, Ukraynada, Azərbaycanı bəlkə 5 dəfə belə fırlanmışıq. Maşallah. Dərbənddə, nə bilim, o üzdən İraq ölkədə. Yəni avtomobil qeyri-adi sənəti ilə bərabər qeyri-adi insan idi. Çox əl açıq. Dostluqda siz demişkən, rəqabət olmalıdır, paxıllıq olmalıdır. Amma sənət elə bir şeydir ki, sənəti olan adam həmişə belə gezir. Mən indi özdən qədər eləyəm. Çoxu qıraqdan baxanda deyirlər ki, Zaur Zəbəşi özünü dartır. Mən dartmıram, mən kimim dartım? Qətiyyən, mən uşaqdan uşaq, körpədən körpəyəm, əl açıq. Gördük biz bəyək. Yəni insanpərvər, dostpərvər. Amma öz qürurumu həmişə saxlayıram da. Bir də görürsən ki, bir məclisdə, bir toy, bir məmur oturub orada, 5 oxuyan birdən gedir oturur yanında. O kişi nə var, nədir filan. O məmurdur. Üzrü olur, görürsən, bütün musiqi dünyası oradadır. Bax, musiqidə belə yaltaq adamlar çox. Çoxdur. İndi dəhşətdir. Görürsən, adları, qızların adları nədir? İndi o biri var, deyirəm, oxumaq istəyirəm, deyirəm, adı nə qoymaq istəyirəm. Deyir ki, görürəm, adına moda düşürlər. İstəyirəm, bambulu qoyam. İnanırsa ciddi deyir. Çünki milletin beyninin nətər yuyurlarsa, onlar da deyir ki, həm oxuyan var, bambulu, çağırın onu. Mən elə bilirdim ki, Zaur müəllim, bunları ancaq mən düşünürəm də. Deyirdim, yəqin Kazım, sən hamıya qarşı belə yanaşırsan, amma indi sizin kimi bir insan deyirsə, deməli elə düz düşünmüşəm. Yaltaqlar, mümkündür. Yəni dəhşətlə. Yəni onlar Mənim Kazımcan danışmadığım sahə, bilmədiyim sahə yoxdur. Həqiqi deyirəm o. Yerin altında, üstündə, göyündə, sağında, solunda hamısını bilirəm. Bu bilməklə bərabər çox böyük dostlarım olub, məmur dostlarım, indi də var. Biri deyə bilməz ki, mən Zaura bunu eləmişəm. İndi ev bağışlayırlar, maşın bağışlayırlar, nə bilim, villa bağışlayırlar. Mən hamısını bu səsimlə, boğazımla, bax, mənim biznesim səsimdə olur. Allah qorusun sizi. Yəni bu da dostluq elə bir şeydir ki, yəni onu bil ki, mənim avtomobillə dostluğum belə olur. Gəlin o zaman bu hissədə, verişimiz bu hissəsində sizi o illərə, keçmiş illərə, 80-ci illərə götürəcək videolarımıza baxaq bir-bir. O hani deyirdiniz ki, ayın 25 günü toydaydıq. O 25 günlərdən birini gəlin xatırlayaq. Diqqət ekranlara. Bu yanılmıramsa bir ad günüdür. Ola bilər. Baxaq, görüm xatırlayacaqsınızmı? Kısa bir videokar. 89-cu il. 80'de burada Gövhər xanım var, bizim dostumuz Rızayeva, onun yaş günü. Elə mi? İndi bir şey dedim ki, indi bu yuxarı notlar ki var. İndi məsələn oxuyanlar da oxuyurlar. Qalxır ora bir dənə dəyir. Bir dənə dəyir ora. Amma ora dəyib orada oxumaq lazımdır, dayanmaq lazımdır orada. Boğazı işlətmək falan, hər şey qatar oxuyur. Zəngülə elə düş. Yəni o devrin, yəni görsən onun axıra qədər orada hamı oturub necə qulaq asırlar. Burada gözəl sözlər var, gözəl melodiya var. Avtomobil necə ifa eləyib. İnsanlar elə bilginən ki, indi toyda sən muğam oxuyarsan, lirik bir şey oxuyarsan, inan arabadlar səni öldürür. Toyun indi musiqi tərəfi də dəyişib artıq. Elədir. İnsanlar. Bir görüntümüz daha var. Yenə bir məclisdir. Avtomobil İsrafilov və siz rəqs edirsiniz. Biraz kadrlar uzaqdandır, amma tapdıq da. Gəlin baxaq. Avtomobil də yaman baməzə adam idi.
Zahir müəllim, bura O haraydı? dostluq bax budur. Bu mənim oğlum Azərin kiçik toyudur. Biz az önce danıştığımız Azərin. Hə, onun kiçik toyudur, 4-5 yaşı var. Görürsünüz. Orada da şu köynək turist idi. O vaxt mənə dedilər, "Aki, ayıbdır da, bu nədir? Sən uşağa burada toy eləyirsən falan falan." Dedim, bu da mənim arzumdur, bilirəm. Sənə demək, Rasim Balayev də mənim cavanlıq dostumdur. Öpürəm onu, buradan salam göndərirəm. Salam veririk. Allah can sağ olun. Öyü sənətkarımız dahidir. Demək, Rasimə söz verildi. Rasim indi sağlıq deyir. Deyir, Zaur, burada bəziləri deyir ki, orada da oturub siz ölkəli İmam Mustafayev oturur, keçmiş mərkəz komitəsi. Bütün keçmiş ziyalılar, alimlər, hamı oradadır. 5-10 dənə oxuyan var. Məmməd Bağır da oradadır, rəhmətli, Axan var orada. Bax, belə neysə, demək ki, tamaşaçılardan üzr istəyirəm. Rasim nə qədər ciddidir, o qədər də yumorlu var. Olduqca. Qayıtdı ki, Rasim Zaur bu toy eləməklə sübut elədi ki, sübut elədi bütün xalqa. Bu kiçik toy, sünnət toy mütləq olmalıdır yüksək səviyyədə. Çünki bu toy bir dəfə olur. O bir toy 4-5 Ola dəfə, bilər də olsun böyük 4-5 dəfə eləmək olar. Yəni dostluq bunlar olub, elə dostluq eləmişik onunla, Rasimlə, Seyran Səxavətlə, indi də dostluq. Məmməd Bağır Bağırzadə ilə necə idiniz? Çox olduqca. Bir görüntülərimiz var. Bəli, Bir görüntümüz var. çox bu yaxınlarda Nardaranda yubileyi çağırdılar. İnan ki, oğlu rahib çağırmışdı mənim. Onu biz həm yaşadıq da. Məmməd Bağır çox gözəl sənətkar idi. Bəli. Olduqca yumuşaq səsi. Baxaq o zaman. Biraz qorxacaq adam idi, çəkinirdi hər şeydən. Həmişə dedim, da ürəkli ol. Elə ki, oldun dəyirmançı, çağır gəlsin, dən çox gəlirdilər. Çünki o da, bilirsiniz necədir? Bu, mənim fikrimcə belə idi ki, o vaxtı ritmik musiqilər çox oxuyurdu. Yəni, o zamanlar da biraz daha çox klassik bəstəkarların mahnıları, klassik musiqilər. Amma o... Başqa yolu yox idi, çıxmaq üçün efirə olmalı idi. Hə. Ona görə də onu qınayırdılar. Bəlkə oydu o dediyiniz o çəkinməsi. Çünki üstünə çox gedirdilər onu. Elə deyil. Bəlkə də səbəb oydu. Çox sakit, mehriban. Bəli. Olduqca yaxşı yoldaşlığı vardı. İzləyək o zaman. Baxaq. Hem dostum hem yaşadım ve bizim güzel sanatkarımız neçə illərdir öz güzel yumuşaq ahengli sesiyle xalqın sevincinde iştirak edir ve çok temkinli, çok ağıllı, çok səbirli bir bizim dostumuz sanatkarımızdır. Ve Allah'tan arz edək ki, gün olsun Məmməd Bağırın balalarının toyunda biz əmirlər də gözəl mənada iştirak edək və Məmməd Bağır da burada bir xatirə kimi bu lentə biz düşürük, yəni tarixin bir səhifəsinə yazılır. O da öz ürək sözü, bir musiqi ilə, bir şux sözlə desin və ona minnətdarlığımızı bildirir. Buyuruz. Özəl. Özünüz dediniz Zahir müəllim, tarixə düşürük bu lent yazısı ilə. 35 il bundan öncənin lent yazısı idi. 96-cı il. Bəli. 35 Bax, il. budur. Bu cür mehribançılıq vardı. Burada Arif Babayev, Axan Abdullayev, Temur Mustafayev, hamısı bir kəlmə sözümlə bütün incə sənət. Mənim öz 50 yaşım olub, Fidan restoranda 500 adam olub orada. 500. Rəhmətli Tükəzmandan başlayıb, İlhamiyə qədər, Brillianta qədər, Habil Əliyevə qədər kimlər orada olmayıb. Yəni insanlar o qədər səmimidirlər, o qədər sənətə, insanlığa. Mən özümü tərifləməm, məni tanıyanlar yaxşı tanıyır. Mən heç vaxt səmimiyyəti qırmamışam. Hamısına diqqət, qayğı göstərmişəm. Bizim adını demirəm, dünyasını dəyişib, pul olmayıb, hiss eləmişəm. $100 demişəm, xahiş edirəm, qoysun qızı. O boyda sənətkarı edeyim. Ulan, niyə olmasın, evində aboyu qopub, aboyu tapıb ona verir. Yəni, bax, belə insanlıq olub. İndi çıxıb, hamısı deyir, burada mənəm Bağdadda kör xəlifə. Yəni, neyim var, Allah özünə qismət eləsin, demə, o deyir, evin belə işi, yalandan deyirlər hamısı. Bilirəm. Hamısı yalandan deyirlər, heç biri qeybət olmasın, mən heç birinin bir dənə əmək kitabçası yoxdur. Əmək kitabçası yoxdur, mən dövlətin bu qanunluğunda təqaüd aldım mən. Təhsili yox. Hə,
işləyib alıram. Yəni ona görə həyat budur da. İndi adam çox danışırsan, tərbiyəli danışırsan, deyir ki, deyəsən bu harasa getmək istəyir, yuxarı. Deyirəm, mən yaşım keçib. Aşağı danışırsan, deyirlər başqa aralar. O söz var, yuxarı baxırsan, bu aşağı saqqal. Zahir müəllim, çox sağ olun. Bu axşam bizə qonaq gəldiniz, maraqlı söhbətlər etdiniz. İnanın mənə, mən bilirəm ki, hələ nə qədər söhbətlər var idi. Bunu da biz növbəti verilişimizə saxlayaq. Özəl medianın verilişləri çoxdur. Biz bundan sonra başqa bir veriliş də sizinlə çəkəcəyik. Ona görə çox yormaq istəmirəm sizi. Minnətdaram. Sonunda bir gözəl mahnı yenə eşidəcəyik sizdən və bununla da sağollaşıb sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Mən də sizə Kazımcan, özlərin sevgi, məhəbbətini bilirəm. Çox sağ olun. Bildirirəm. Mən səni elə bilməyinə ki, insan var, deyir, dostluq hər gün bir yerdir. Yalan sözdür. Mən səni səmir ürəkdən çox istəyirəm. Qarşılıqlılar var. Yəni, tərbiyyən yerindədir, gördüyün işlər yerindədir, oturduğun, durduğun, dəvət elədiklərin yerindədir. Zəifi də çağırmaq lazımdır. O söz var, deyir, sən ağa, mən ağa, inəkləri kimsə, hamı ağa bəy olmaz ki. Zəifi də olsun, amma görürsən ki, sənəti var. Çıxıb oxusun, danışmasın. Əsas onu danışmağa qoyma. Gəldi deyinə danışma. Çünki sən özün çox gözəl natiqsən. Ona görə mən də tamaşaçılarımızı öpürəm. Gecəniz xeyrə qalsın deyirəm. Allahdan sizə can sağlığını arzu edirəm. Hər zaman gözəl musiqi sizlərə həmdən olsun. Çox sağ olun. Və sonunda bizim dəyərli qonağımız, Allah ona da can sağlığı versin, Faiq Sücəddinov bəstəsi olan gözəl bir mahnını ifa edəcək sizin üçün. Hələlik yenidən görüşəcəyik inşallah Allahın izni ilə. Gecəniz xeyrə qalsın. Ki mənim hər şeyimsən, incimə səni sevirəm. Bilirəm mənim deyilsən, bilirəm mənim deyilsən, incimə səni sevirəm. Sən ki mənim hər şeyimsən, incimə səni sevirəm. Bilirəm mənim deyilsən, bilirəm mənim deyilsən, incimə səni sevirəm. Məni bağışla incimə, qurban olum gəl incimə. Sən Allah məndən incimə, sən Allah məndən incimə, incimə səni sevirəm. Məni bağışla incimə, qurban olum gəl incimə. Sən Allah məndən incimə, sən Allah məndən incimə, incimə səni sevirəm. Sevirəm ümitsiz gizli, sevirəm xəbərsiz səssiz. Bir təhər dözərəm sənsiz, bir təhər dözərəm sənsiz, incimə səni sevirəm. Sevirəm ümitsiz gizli, sevirəm xəbərsiz səssiz. Bir təhər dözərəm sənsiz, bir təhər dözərəm sənsiz, incimə səni sevirəm. Məni bağışla incimə, qurban olum gəl incimə. Sən Allah məndən incimə, sən Allah məndən incimə, incimə səni sevirəm. Məni bağışla incimə,
Özel.